Herkese salam. Bir videomuz başladı ve onu da diyeyim ki X26 niye çıkmadı? Ayın 17'sidir. Herkes ve içinden karışık məlumat verirdi ki ayın 17'si çıkacak. Niye çıkmadı? Videomun davamında diyeceğim. Ondan evvel video like atıp abone olmayı unutmayın. Like atın gece videomuza. Like attınız, abone oldunuzsa keçək videomuza. Deməli, X26 niyə çıxmır? Bunu deyəcəm. Ancaq Ballon d'Or etkinliği haqqında da məlumat vermək istəyirəm. Ballon d'Or etkinliği deməli gələcək, bilirsiniz. Yan etkinlik olaraq gələcək. Bu bir. İkincisi isə odur ki, Ballon d'Or etkinliğində görevlər və yaxud başka şeyler de olacak. Görevler girip verilen görevleri tamamlayıp hediye mi alacaksınız, parça mı alacaksınız, ne alacaksınız bilmirəm. Ancaq görevleri tamamlayıp neyse alacaksınız bilmirəm. Oyuncu mu alacaksınız yoksa parça mı alacaksınız? Aslında bilmirəm. Bu arada kanalıma gelmeyi unutmayın. Herkes gözləyirəm. 2-3 videodur deyirəm. Ama heç kəs gəlmir. Və klanı özüm kasıram. 8 günə yenilənir. Deməli, gəlin klana və klana gəlin deyim. Və əsas bil ki X26 nə vaxt çıxır? X26 çıxış tarixi mi dəyişdirildi yoxsa? Bunun haqqında heç bir məlumat yoxdur. Dəyişdirildiyində fikirləşmirəm. X26 dəyişdiyini düşünmürəm. Məncə yox, elə X26 akşam çağı, yəni 4-5 saatdan sonra ya da 1 saat 2 saatdan sonra nəsə saat akşam sayıya qədər saat 8-ə 9-a 10-a qədər çıxmalıdır. Maksimum saat 12-yə kimi çıxmalıdır. Belki de siz bu videonu izləyəndə X26 çıxmış olacaq. Belki de. Bu arada bunu da deyim. Günlük paketi deməli açdım. Nə çıxdı deyim sizə. Baxın. 109'luq yox. Burada yoxdur. Duje çıxdı. X26 saat 12'ye kadar çıxmalıdır. X26 saat 12'ye kadar çıxmalıdır. Dəyişdirildiyini düşünmürəm. Bunu da deyim ki, olar bilsin ki uzatmalara yeni bir paket gəlsin. Yeni bir paket gələ bilər. Uzatmalara yeni bir paket gələn kimi sizlərlə paylaşacağım və sizlərə də məlumat verəcəm. Bunu da deyim ki, səhifəyə like atıp abone olsanız sevinərəm və sağ olun, salamat.